10 illiklərlə xəyalını qurduğumuz böyük qayıdış uğurla davam edir. Bugün Ağdamın Sarıcalı, Xocalının isə Ballıca kəndlərinə, doğma el obasına daha bir qrup sakin qayıdıb. 30 illik vətən həsrətindən sonra doğma yurdlarında yeni mənzillərinə qovuşan sakinlərin sevincinə şərik olmuşuq. Bu mərhələdə Ağdamın Sarıcalı kəndinə ümumilikdə 169 nəfərdən ibarət 39 ailə qayıdıb. Vətən həsrətindən ürəkləri qubar bağlayan sakinlər indi sevinç və həyəcan hissi ilə bundan sonra həyatlarının qalan hissəsini yaşayacaqları el obalarını üst tuturlar. Hər yeri görmək istəyərəm. Bir həftədir mən yuxu yatmıram. Oranın həsrəti ilə yaşayıram. Gedim görüm, biraz rahat olun. 25 yaşında oradan çıxdığımda, 92-də, 2 uşaqla. Həyəcanlıyam. Öz elim obama gedirəm. Sarıcalıya çatan ailələrə xoş arzularla mənzillərinin açarları təqdim edildi. Bildirildi ki, bununla da Sarıcalıda yaşayan sakinlərin sayı 149 ailə olmaqla 609 nəfərə çatdı. Bugün həm də Xocalının Ballıca kəndinə qayıdış baş tutub. Bu mərhələdə 68 nəfər olmaqla 15 ailə doğma yurduna qayıdıb. İllərimiz çox çətin keçdi, amma bugünkü günə şükür. Ən gözəl hissdir. Vətənə qayıtmaq gözəl hissdir. 16 yaşımdan çıxmışam, indi 51 yaşında nəvələrimlə qayıdıram. Mən oradan çıxanda mənim 20 yaşım var idi. İndi mənim 53 yaşım var. 4 dənə nəvəmlə qayıdıram. Allah prezidentimizi qorusun. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 30 il ayrılıqdan sonra vətənə qayıdan Səxavət Məhərrəmov efir vasitəsilə evinə qonaq dəvət etməyi də unutmadı. Saatlı rayonunda dostum var, Azər. Onun may ayının axırı öz elimdə, obamda gözləyirəm. Ballıca kəndinə daimi yaşayış üçün geri qayıdan ailələrə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olundu. Bununla da doğma yurduna qayıdanların sayı 172 ailə olmaqla 811 nəfərə çatdı. Sarıcalıya və Ballıcaya qayıdanlar əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Yenidən qurulan kəndlərə qayıdan sakinlərin rahat yaşayışı üçün hər cür şərait qurulub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışanlarla ümumilikdə 40 mindən çox insan yaşayır. Sadət Ayaz qızı, Aslan Məmmədli, Sənan Bəhrəmli, ATV Xəbər, Ağdam, Xocalı.